Salam aleykum. Quranda bir ayə çıxıb qarşıma. Günün ən gözəl mövzularından biridir bəlkə də. Bugün bu barədə insanlar çox danışırlar. Ağzına gələn kimlə gəldi? Allah barədə, Quran barədə, din barədə danışır. Həc surəsinin 3-cü ayəsidir. Və minən-nasi men yucadilu fillahi biğayri ilm. Deyir Allah barəsində elmi olmayanlar elə necə gəldi? Elmləri yoxdur, Allah barəsində ancaq danışırlar. Və yəttəbi'u kullu şeytanın var və hər bir tağuta, şeytana da tabe olurlar. Və günümüzün əsl mövzusudur bu. Əsl mövzusudur. Çünki insanlar özləri şeytana tabedirlər, amma Allah barəsində danışırlar. Şeytana itaat edirlər, şeytanın əmri ilə müsəlmanları qırırlar. Deyirlər ki, biz demokratiya yaradırıq. Məsələn, günümüzün mövzusu da ən mühüm mövzularından biri budur. Məsələn, İran-ABŞ müharibəsidir. Döyüşən İranla ABŞ-dir, şeytanla Allah ordusu döyüşür. İndi biri deyəcək burada ki, İran Allah ordusu deyil. Qardaşım, sən niyə məsələni başqa yerə yönləndirirsən? Fakt bu dəqiqə iblislə döyüşən kimdir? İki qüvvə var da, ya Allah qüvvəsidir, ya şeytandır. Bu dəqiqə iblis qüvvəsi ABD ilə İsraildir. Qalan qüvvədəki məlumdur da. Bu sən burada özünlə bu məzhəbkeşliyin bir at bir kənara, bir dənə ağılla qərar ver. Bu dəqiqə fakt budur da. Dünyadakı gedən prosesdir. İkinci məsələ, bunu da qoyaq qırağa. Bizim bu barədə deyək ki, elmimiz yoxdur, danışmayaq yaxşı. Allah Qurani-Kərimdə belə bir söz deyir. Deyir ki, özünü təmizləyən nicat tapacaq. İmam Əli əleyhissalamda İmam Həsənə bir nəsihəti var. Orada deyir ki, oğlum, əgər əmr bil məruf edə bilmirsənsə etmə. Əmr bil məruf yəni furunun 10 dənəsindən, vacibatın 10 dənəsindən biridir. Əmr bil məruf, ikincisi də nəhyəz münkər, pislikdən çəkindirmə. Deyir, oğlum, əgər yaxşılığa dəvət eləməyi bacarmırsansa, onu etməz zərər verərsən. Bu İmam Həsənə demir, İmam Əleyhisselam bizə deyir. İmam Həsən bilir necə eləmək lazımdır. Bunun Qurandan misalı da biri, Şəms surəsində Allah 9 dənə and içir. Və-şəms və duaha və-l-qəmər izə təlah və-n-nəhar izə cəllah və-l-leyl izə yaxşaha. Belə and içir 9 dənə. Axırda bir dənə söz deyir. Qəd əfləhə mən zəkkaha. Özünü təmizləyən nicat tapdı. Özünü təmizləyənin sözü də kəsərli olur. Quranda bax, bu barədə Həc surəsinin 3-cü ayəsində deyir ki, və minən-nasi men yucadilu fillahi biğayri ilmin və yəttəbi'u kulli şeytanın marid. Deyir ki, insanlardan elələri var ki, demir möminlərdən, iman gətirmişlərdən, deyir, insanlardan elələri var ki, Allahda elə bir mücadilə, mübahisə aparırlar ki, onun barədə heç elmləri yoxdur və hər bir şeytana da tabedirlər. Günümüzün mövzusu da nə hicabı var, nə namazı var, nə Quranı var, nə orucu var. Heç nə yoxdur, Allah barədə danışır. Yoxundur, qal kənara da. Sənin peşən nədir, ondan danış da.